Salamlar. Bugün 1 iyun 2025-ci il Dövlət İmtahan Mərkəzinin 4-cü qrup üzrə birinci şans imtahanı keçirilmişdir. Burada C variantının sualları var. Sualların izahına başlayaq. Birinci sualda deyilir ki, hansı mülahizə yanlışdır? Deyilir ki, ensefalitin törədicisi kimlərdir? Viruslar. Virus. Keçiriciləri isə gənələrdir. Gənə. Yuxunun törədicisi, yuxu xəstəliyinin törədicisi tripanasondur. Bir hüceyrəli parazit qamçıllardır. Tripanason. Keçiriciləri isə bunlar seçim milçəkləridir. Taunun, burada Z olmalı idi. Taunun törədicisi bakteriyalardır. Keçiriciləri isə birələr. Yanlış mülahizəni istəyir bizdən. M və Z müxtəlif aləmlərə aid. M nədir? Tripanasom heyvandır. Z isə bakteriyadır. Bu doğru fikir. Yəni bunu çıxdım. M və K eyni aləmə aiddir. M heyvandır. K isə heyvandır. Bunu da çıxdım. Bu da doğrudur. X, M və Z eyni aləmə aiddir. X nədir? X virusdur. M bakteriya, M demək heyvandır. Z isə bakteriyadır. Deməli, bu bizim elə doğru variantımız. Burada C olmalı idi. Doğru cavabımız C variantı. İkinci sualda deyilir ki, mürəkkəb refleks göğsündə iştirak edən 3 müxtəlif növ neyron sinir impulsunu bir-birinə ötürür. Refleks göğsünün hansı hissəsində bu neyronların arasında sinapslar yarana bilər? Deməli, 3 müxtəlif növ, yəni hissi, ara və hərəki neyronlar burada refleks göğsünün Z hissəsində deyək ki, sinaps yarada bilər. Çünki mürəkkəb refleks göğsündə bir neçə ara neyron iştirak edir və onlar da bir-birinə sinir impulslarını ötürə bilirlər və orada bir rabitə sinaps yaranır. Deməli, X-la göstərilən reseptor hissədir. Y hissi yoldur. Z mərkəzdir. M hərəki yoldur. N isə effektor orqandır. Ona görə doğru cavabımız D variantıdır. Həzm sistemi yalnız bir dəlillə xarici mühitlə əlaqəli olanlar. Yəni, burada onu demək istəyir ki, deyək ki, həzm olmayan qida qalıqları yenidən daxil olduğu hissələr, yəni ağızdan xaric olunsun. Yəni, bağırsağın xarici mühitlə əlaqəsi yoxdur. Burada elə doğru cavabımız A olacaq. Artıq insan askaridindən sonra digər canlılarda deyək ki, həzm sistemi, həzm kanalı deyək ki, xariclə əlaqələnmiş olur. Bir hüceyrəli göbələkləri götürülür burada. Birlə göstərilən burada penisil göbələkdir. Penisil göbələyi bilirik ki, çox hüceyrəli bir növəlidir. Ona görə bunu götürmədim. 2 ilə göstərilən qov göbələkdir. Bilirik ki, o çox hüceyrəlidir. Burada 3 ilə göstərilən çox hüceyrəli göbələkdir, götürmədim. 4 ilə göstərilən mukor. Mukor bilirik ki, bir hüceyrəli çox nüvəlidir. Ona görə 4-ü götürdüm. 5 ilə göstərilən isə maya göbələyidir. Maya göbələyi bir hüceyrəli bir nüvəlidir. Ona görə 5-i də götürdüm. Deməli, doğru cavabımız D variantı. Sxemdə verilmiş proses sağlam insanda harada baş verir? Yağlar parçalanır, yağ turşusu və qliserinə. Ağız boşluğunda bu proses getmir. Çünki bu parçalanma, bu monomerlərə parçalanma mədədə süd yağları parçalana bilər və nazik bağırsaqda gedə bilər. B-də deyil, yalnız mədə və yoğun bağırsaqda. Bu doğru deyil, ona görə çıxdım. Yoğun bağırsaqda ola bilməz. Yalnız mədədə fikri səhvdir, ona görə C-ni çıxdım. D-də deyir ki, yalnız yoğun bağırsaqda. Ümumiyyətlə, yoğun bağırsaqda belə bir şey baş vermir. Nazik bağırsaqda doğru cavabdır. Yalnız nazik bağırsaq götürsəydi, o zaman onu da doğru götürməzdik. 6-cı sualda deyilir ki, hansı mülahizə doğru deyil? Bəzi suda yaşayan məməlilərin tük örtüyü olmur. Bəli, balinalarda məsələn tük örtüyü olmur. Suda yaşayan məməlilər yalnız suda çoxalırlar. Xeyr, yarımsu həyatı keçirənlər kürək ayaqlılar çoxalmaq üçün quruya çıxırlar. Yəni, quru ilə tam əlaqəsini kəsməyiblər. Demək, doğru deyil. Elə bu bizim cavabımız idi.
Suda yaşayan məmələr ağciyər tənəffüs edir. Bu doğru fikirdir. Bunu çıxdım. Suda yaşayan məmələr balalarını süd ilə bəsləyir. Bəli, hamısı süd ilə bəsləyir. Bu məmələrin əsas səciyyəvi xüsusiyyəti idi. 7 deyir, bəzi suda yaşayan məmələr quruya çıxır. Bəli, bu da doğru fikirdir. 7-ci sualda deyilir ki, ağac gövdəsinin quruluş sxemi üçün uyğunluğu müəyyən edin. 1 ilə göstərilən mantardır, 2 ilə göstərilən kambidir, 3 ilə göstərilən isə oduncaq qatıdır. Qeyri-üzüm maddələri daşıyan borucuqlar yerləşir. Su və mineral duzları daşıyan oduncaq borulardır. A variantı 3-ə uyğun gəlir. Gövdənin eninə böyüməsini təmin edir. Bu kambi qatıdır. Qabıq və oduncaq hüceyrələri yaradır. Kambi qatı. İlli halqalar yerləşir oduncaq qatında. Mərciməklər yerləşir deməli, mantar qatında. 1, Y, 2, B, C, 3, A, D. Yəni B variantı. 8-ci sualda deyir ki, qırğı, qatır quru və planların ortaq cəhətləri. Burada saçaqlı kök sistemi olacaq. Digər cavab variantları uyğun gəlmir. Meyvə kök ola bilməz. Bunlarda deyək ki, gövdənin şəkil dəyişməsi var. Kökün şəkil dəyişməsi yoxdur. Toxumla çoxalma olmaz, çünki bunlarda toxum yoxdur. Yetkin formasız sporofit nəsilli milkök sistemi yoxdur, çünki bunlarda toxum yoxdur. Toxumdan rüçen kökündən əsas kök inkişaf edəcək. Burada deməli, qan qruplarının nəşr şəcərəsində qan qruplarının fenotipləri verilib. Rəqəmlərlə işarə olunmuş hansı insanın qan qrupunun genotipini dəqiq təyin etmək olmaz. Deməli, baxaq, burada bu atadır və 2 ilə göstərilib. Burada deməli, bunun genotipini yaza bilirəm. AB yazdım. Burada 2-dir. AA da ola bilər, A0 da ola bilər, hələ bilmirəm. 1 ilə göstərilən də yenə AA da ola bilər, A0 da ola bilər. B ilə göstərilən də BB də ola bilər, B0 da ola bilər. Yəni, hələ ki, mən ehtimalları yazıram. İndi baxacam, görüm hansı ola bilməz. 3 ilə göstərilən AB-dir, 100% yaza bilirəm. 4 ilə göstərilən BB də ola bilər, B0 da ola bilər. İndi 2-dən başlayaq və baxaq ki, BB ola bilər. BB olması üçün anadan B genini almalıdır. Atadan da B genini almalıdır. Amma baxıram ki, atanın qan qrupu ikinci qan qrupudur və B geni, antigeni burada yoxdur. Demək ki, bu genotip ola bilməz. İndi 4-ə baxıram. 4-ə baxanda görürəm ki, BB ola bilərmi? Deməli, atadan, yəni 2-dən B genini aldı. Bəs anadan B genini ala bilərmi? Xeyr, B genini ala bilməz. Çünki anada ikinci qan qrupu. Demək ki, bu genotipdə ola bilməz. İndi baxıram ki, deməli, ikinci qan qrupu. Burada demək, baxaq. Burada bir rəqəmi ilə göstərilən ola bilərmi? Bir rəqəmi ilə göstərilən ola bilməz. Deməli, 2 ilə göstərilən B0 oldu. Deməli, B-ni buradan alıbsa, atadan alıbsa, 0-ı kimlə alıb? Demək ki, atadan alıb, düzdür? B-ni anadan alıb, 0-ı atadan alıb. Deməli, bunun genotipi A0-dır. İndi 1-in genotipinə baxsaq, görürəm ki, AB ilə A0 genotipi çarpazlaşsa, buradan AA da alına bilər, A0 da ola bilər. Yəni, bunu dəqiq deyə bilmirəm. 2-nin genotipini tapdım, bu ola bilər. 3 məlum məsələdir, 4 də məlum məsələdir. Demək ki, yalnız biri müəyyənləşdirmək olmaz. Yəni, Y variantı. Ondatra hüceyrəsinin hansı orqanoidlərində zualların biosintezi gedər? Ondatra sıçan kimlərə aiddir və heyvan hüceyrəsidir. Zualın biosintezi gedər. Burada deməli, ola bilər, ribosomda ola bilər, xloroplastda ola bilər, amma bitki hüceyrəsi olsaydı olardı. A olmaz. Mitoxondri hamar endoplazmatik şəbəkə. Burada mitoxondri də ola bilər, getməz. Ribosom mitoxondri bu doğru cavabdır. Verilən canlı üçün doğru ifadəni müəyyən edin. Burada sümüklü balıq göstərilmişdir. Ürək boşluğunda bir növ qan var. Bu doğru fikirdir.
Deməli, biri götürdüm. Uzun borlu sümükləri var, bu səhv fikirdir. Qarın aortasına venoz qan axır, bu doğru fikirdir. Ürəyində qulaqcıq və mədəciklərin say nisbəti 1-in 2-yədir, xeyr, 1-in 1-ə olmalıdır. Bir qulaqcıq, bir mədəcik vardır. Yəni, bu səhv fikirdir. Xarici mayalama mövcuddur, bu doğru fikirdir. Omurqa sütunu 3 hissədən ibarətdir, xeyr, 3 hissə yox. Quyruq və deyək ki, gövdə hissəsindən ibarətdir. Ona görə doğru cavabımız A variantı. Orta yaşlı sağlam insanda bir dərin nəfəs alma zamanı normada neçə kub santimetrlərına keçər? Deməli, dərindən nəfəs alıbsa 1500 plus 500 də dəyişən qəbul edib. Yəni, ümumilikdə 2000. 2000-in də neçə faizi? 5 faizi. Bu da eləyəcək 100. Yəni, C variantı. Eyler-Venn diaqramına əsasən uyğun bəndi müəyyən edin. Yaşıl çiçəkli söyüd. Yəni, yaşıl söyüd bu olacaq dişi bitki. Adi şam isə deməli, bir evli bitkidir. Onun üzərində həm dişi, həm erkək qozalar ola bilir. Mayalama baş verir. Mayalama ikisində də baş verə bilər. Burada 3 olmalı idi. Deməli, A-nı yazdım bura. 3 növ generativ orqana malikdir. Bunlarda toxumlu bitkilərdə toxum və qozadır generativ orqan. 3 növdə isə demək ki, bunu söyüddə götürürəm. Tozcu kisələri var. Erkəyə aid. Deməli, adi şamda götürdüm. Tozlanma baş verir. Tozlanma deməli, ikisində də baş verəcək. 3 növ vegetativ orqana malikdir. Bəli, 3 növ vegetativ orqana ikisi də malikdir. Yəni 1 B, 2 C, 3 A, D, Y. Yəni D variantı. Bağırsaq boşluqlar tipinə aid canlılarda rast gəlinən şəkildə hüceyrə haqqında verilən ifadələr hansı yanlışdır? Burada dalacı hüceyrə göstərilmişdir. Dalacı hüceyrə 1 ilə göstərilən hiss edici tükçükdür. 2 ilə göstərilən deməli, onun qamçısıdır. Bədənin hər iki qatında yerləşir. Yəni, ektoderma və endodermada bu yanlış fikirdir. Yanlış axtarır. Bu bizim cavabımızdır. Çünki bu dalacı hüceyrə xarici qat hüceyrəsi. Aralıq hüceyrələrdən əmələ gəlib, bu doğru fikirdir. Dəri əzələ hüceyrələri yanaşı yerləşə bilər. Bəli, yerləşə bilər. Vəzli hüceyrələr ilə eyni qatda yerləşə bilməz. Bilməzsə, bəli, vəzli hüceyrələr həzm hüceyrələrdə daxildə yerləşir, yəni həzmə xidmət eləyir. Bu isə xaricdə yerləşir. 2-nin kapsuldan çıxması üçün bir qıcıqlanmalıdır. Bəli, birinci hiss edici tükçük qıcıqlanmalıdır, sonra 2 xaric olunmalıdır. Sağlam qadın aybaşı siklinin fazalarında uşaqlıq divarının vəziyyəti təsvir olunmuşdur. Doğru mülahizələri müəyyən edin. Deməli, burada Z yazılmalıdır. Z sarı cisim fazasıdır. Bəli, bu doğru fikirdir. Z fazasında yumurta hüceyrə uşaqlıq borusunda ola bilər. Əgər 14-cü gündə ovulyasiya getsə, bu yumurtalıqdan, follikuldan çıxacaq və hara düşəcək? Uşaqlıq borusuna düşəcək. Bəli, Z fazasında bu baş verə bilər. Götürdük. X fazasının sonunda uşaqlığın divarı maksimal qalınlığa çatır. X fazasının sonunda dediyinə görə xeyr, artıq uşaqlığın divarı qopub töküldüyünə görə, ona görə bunu doğru götürmədim. Ovulyasiya üçün ən əlverişli vaxt Z fazasının sonu. Xeyr, Z fazasının əvvəli olmalıdır. 15-ci, 16-cı gündə ola bilər deyirik. Yəni, bu səhv fikirdir. Düzgün qeyd eləmədim. Y fazası 11 yaşlı qızda baş verə bilər. Yəni, başından sonraki faza. Ümumiyyətlə, aybaşı sikli özü deyir ki, 11 yaşlı qızda baş verə bilər. Çünki onlar cinsi yetişkənliyə 10-12 yaş aralığında başlayırlar. Demək ki, doğru cavabımız 1, 2 və 5. Yəni, Y variantı. Buğdanın çiçək qrupu Vavilova görə mənşə mərkəzi və çiçək strukturlarının elementlərinin cəmi. Deməli, çiçək qrupu deyirik ki, mürəkkəb deməli, sümbül olacaq. Mürəkkəb sümbüldür. Mənşə mərkəzi Cənub-Qərbi Asiya, çiçək strukturları C2 plus 2, Y3
D1. Bəli, yəni Y variantı uşağı doğru qeyd edin. Uyğunluğu müəyyən edin. Reducent, produsent və reducent. Üzüm maddələ minerallaşdırır. A getdi 1-ə. Yox, minerallaşdırır desə, deməli, bu olacaq reducent. A variantı bura. Fitoplanktondur. Produsenti B variantı. 1-ə getdi. Yalnız heterotrof qidalanır. C aiddir. Redusentlərə. Sürmə göbələk ümumiyyətlə bura aiddir. Birinci dərəcəli konsumenti hidrogen bakteriyası xemosintez edici bakteriyalardır. Xemosintez edicilər də produsentlər hesab olunur. Ona görə 1 BY, 2 AC, yəni B variantı. İnsanda hansı vəzlər yalnız xarici sekresiya vəzlərinə aiddir? Burada qalxana bənzər vəz daxilidir, börək üstü daxilidir, timus daxilidir, mədə altı vəz qarışıqdır. Mədə vəzləri isə xarici sekresiya vəzlərinə aiddir. 2 qat hidrogen rabitələrinin sayı 3 qat hidrogen rabitələrinin sayına bərabər olduğu bir DNT molekulunda. Yəni, nə demək istəyir? 2 qat hidrogen rabitənin sayı adenindir. Adeninin sayına və ya timinin sayına bərabərdir. Mən adenin yazdım. 3 qat hidrogen rabitələrin sayı, yəni guaninin sayına və ya sitozin sayına bərabər. Demək, bu bərabərdirsə, demək ki, mən bunlara timin, o da bərabər distozin yaza bilərəm. Yəni, bu nukleotidlərin sayı bir-birinə bərabər. Bərabərdirsə və PF, yəni pentoza və ortofosfat türsü qalıqlar. Bunlardan nə qədər çox olacaq? Burada deməli, demək, 4 dəfə çox olmuş olacaq. 4 dəfə çox olacaq. Yəni, baxın, bu bir hissə, bunlar 4 hissə. Yəni, bura bərabər olmalıdır. Yəni, A variantı olmuş olur. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Küləklə tozlanan bitki, həşəratla tozlanan bitki. Tozlanma cinsi çoxalmaya xidmət edir. Bu, hər ikisinə aiddir. Doğru qeyd edib şagird. Nektarlığı var. Həşəratla tozlananlarda olmalıdır. Doğrudur. Çoxlu quru, yüngül tozcuqlar olur. Bu, küləklə tozlanmadır. İri və əlvan çiçəkləri olur. Həşəratla tozlanma. Arxasına baxaq. Tozlanma çarpazdır. Hər ikisində görkəmsiz və ətirsiz çiçəklər olur. Bu da aid olmalıdır küləklə tozlanmada. Yəni 1, 3, 6, 2, 2, 4, 3 isə 1, 5. Yəni B variantı. Sxemdə verilmiş proseslə bağlı hansı mülahizə sağlam insan üçün yanlışdır? Deməli, zulaldan son parçalanma məhsullar əmələ gəlir. Bu, hüceyrənin daxilində getməlidir. Zülaldan 1 ilə göstərilən monomerinə parçalanıb. Deməli, bu həzm kanalında getməlidir. Amin turşudan zülal sintez olunmalıdır. Bu da yenə hüceyrənin daxilində baş verə bilər. Baş verir. Deməli, A-da deyir ki, 2 ribosomlarda baş verir. Bu doğru fikirdir. Bunu çıxdım. 1 həzm kanalında baş verir. Bu da doğru fikirdir. B nədir burada? 3-dür bu. 3 bilavasitə ağız boşluğunda baş verir. Xeyr, hüceyrənin daxilində baş verir. Bu yanlış fikirdir. Bir katabolik prosesdir. Bəli, bir katabolik proses olacaq. Parçalamasına enerji, sərbəst enerji ayrılmış olur. Y2 plastik mübadiləyə aiddir. Bəli, yəni burada maddə sintez olunursa, demək ki, plastik mübadilədir. Hansı canlılarda hüceyrə divarına rast gəlinir? Parmeliya şibyədir. Şibyələri əmələ gətirir bakteriyalar, göbələklər və ya deyək ki, yosunlar və göbələklər. Demək ki, bunların hamısında hüceyrə divarı var. Ona görə bunu götürdüm. Liambliya heyvan hüceyrəsidir. Götürmədim. Siyanobakteriya ola bilər. Plevrakok yosun hüceyrəsi də ola bilər. Amöb heyvan hüceyrəsi də ola bilməz. Yəni 1, 3, 4 Y variantı.
Mitozun eyni bir fazasında baş verən prosesləri müəyyən edin. Vətər telləri itir. Bu telofaza mərhələsidir. Vətər telləri əmələ gəlməyə başlayır. Bu olacaq profaza. Sitokinez telofazanın sonu. Xromatidlər qütblərə çəkilir. Anafaza mərhələsi. Vətər tellərinin əmələ gəlməsi başa çatır. Əmələ gəlməsi başa çatırsa, demək ki, bu olacaq metafaza mərhələsi. Xromosom spiralları açılır, bu olacaq telofaza. Yəni, eyni bir fazada 1, 3 və 6. Doğru kəsişmələri müəyyən edin. İnsanda toyuq korluğu, deyək ki, toran işıqda görmə qabiliyyəti pozulur. Bəli, bu doğru fikirdir. Çöpcüklərin funksiyası zəifləməsi nəticəsində baş verir. Bu da doğru fikirdir. Bilavasitə görmə analizatorunun ikinci hissəsi. Bu da çöpcüklər reseptorlardır. Və o reseptor analizatorun birinci hissəsidir. Ona görə bu səhv fikirdir. A vitamini normadan artıq olması nəticəsində, xeyr, az olması nəticəsində yaranır. 25-ci sual. Müəyyən ərazidə yayılmış çay xərçəngi, xaçlı hörümçək və may böcəklərinin cəmi 620 ayağı vardır. Bu heyvanlardan 48-i çay xərçəngidir. Deməli, xaçlı hörümçəkdə may böcəyinin ətraflarının sayının nisbəti 4-ün 3-ədirsə, burada neçə xaçlı hörümçək olduğunu hesablayın. Deməli, çay xərçəngində bilirik ki, 5 cür 20 ayağı var. Yəni, 48-i vuracam ona, bu eləyəcək 480 20 ayağı. Ümumi 620 ayağı varsa bunu çıxdım. Bundan çıxdım 480-i. Elədir 140 20 ayağı qaldı. Bu 140 may böcəyinin və xaçlı hörümçəyin 20 ayaqlarıdır. Deməli, ətrafların nisbəti 4-ün 3-ədirsə, 4x plus 3x bərabərdir 140, x bərabərdir 20. X bərabərdir 20. İndi 4x xaçlı hörümçəkdə 20 ayaqlıdır. O da bərabər 4-ü vurdum 20-yə elədi 80. Deməli, bir xaçlı hörümçəkdə 80 deməli, ətraf varsa, bəs neçəsində 80-dir? X bərabərdir 10. Elə doğru cavabımız 10 olmalıdır. İnsanda gövdə skeletin bilavasitə birləşmir. Gövdə skeleti. İki cür sümük olan sümüklər, yəni borulu sümüklərdir. Bəli, bu birləşmir, bunu götürdüm. Cüt sümüklər birləşir, bunu götürmədim. Uzun borulu sümüklər. Demək, uzun borulu sümüklər deməli birləşmir. Birləşmir desə, bunu götürdüm. Yastı sümüklər birləşir, deməli bunu götürmədim. Kürək sümükləri birləşmir, deməli bunu da götürdüm. Yəni 1, 3 və 5. Uyğunluğu müəyyən edin. Birdə deyir ki, 2 ləpəli bitkidir, meyvəsi gilə meyvədir. Deməli, bibər aid olar 1-ə. Sonra baxaq. Sonra 2-yə baxaq. 2 ləpəli bitkidir, çiçəkləri 6 erkəkçili. 2 ləpəli olsun və çiçəklər 6 erkəkçili olsun. Bu olacaq xaççəklər fəsiləsi. Yəni S və Y. S və Y. 3-də deyir ki, meyvəsi gilə meyvədir. Meyvəsi gilə meyvədir. Çiçəklər də 6 erkəkçilidir. Bu da zambaqlardan inci çiçəyi olar. Dağ laləsinin qutucuq meyvədir. Yəni 3-ə də D variantı uyğun gəlir. Həkim müayinəsinə gələn 2 pasiyent 40 yaşlı İskəndər və 15 yaşlı Ayxan müayinədən keçdikdən sonra məlum oldu ki, İskəndərdə şəkil A-da, Ayxanda isə şəkil B-də göstərilən problem müşahidə olunur. A-da nədir? A-da Patagrodur. Baxırıq burada oynağın ətrafında deyək ki, minerallar, duzlar yığılmışdır. B-də isə onurğa sütununun deməli bu İskəndər. A-da İskəndər. B isə Ayxan. Və B-də deyir ki, onurğa sütunu əyilib, deməli bu skalyoz. Yanlara əyilmə skalyoz.
İndi baxaq. 28-də deyir ki, İskəndər 1, İskəndər Ayxanın 2 problemi necə adlanır? Onlar qeyd etdi. İskəndərdə olmalıdır Potagro, Ayxanda skalyoz. Şəkil B-də, yəni skalyozda göstərilən sümüklərin sınığı zamanı, onurğa sütununun yəni sınığı zamanı ilk yardım necə olmalıdır? İlk yardım insanı üzü üstə uzadıb hərəkətsizliyini təmin etməli. Yəni, bu doğru cavab olmalıdır. Şəkil A-da göstərilən problem, deməli, şəkil A-da oynaqda idi. Deməli, pəncədə, ayaq pəncəsində şöbə, skeletin şöbəsi deyirsə, burada olmalıdır ətraf. Ətraf yazılmalıdır. Şəkil B-də göstərilən problem, şəkil B-də onurğa sütunudur. Burada olmalıdır. Onurğa. Əsasən hansı növ sümük birləşməsinin fəaliyyəti məhdudlaşa bilər? Oynaqda bilirik ki, hərəkətlidir. Hərəkətli sümük birləşməsidir. B-də isə onurğa sütunu fəqərələri bilirik ki, yarım hərəkətli birləşməsi məhdudlaşa bilər. Hansı pasiyentin mövcud sağlamlıq problemi olmasaydı, sümük iliyi donoru ola bilərdi? Bu bir. Deməli, sümük iliyi donoru, sümük iliyi ümumiyyətlə 18 yaşı tamam olmamış insanlar da donoru ola bilər. Yəni, hər ikisi həm Ayxan, həm də İskəndər ola bilər. Cavabınızı əsaslandırın. Bu da, yəni, o yaşa çatmamış insanlar, deyək ki, sümük iliyi donoru ola bilər. Yəni, 2-yə də bunu yazmalıyız.